mi pişik mi? İt. Hə, Cəmilə gör bilirik. kimdən soruşursan. Ona görə baxır, gözündədir. Mən də pişik. Bu onda sən itin məsuliyyəti. məsuliyyət çətindir, bilirəm. Pişiyin də məsuliyyəti var da. ev- İt qədər deyil. İt qədər deyil. Hətta məsələ ordadır ki, mən ikisini də deyəcəydim. Hə, bu heyvansevərdir axı. İkisini də sadəcə olaraq itlə məşğul olacaqla maddi o daha çoxdur axı. Həm maddi cəhətdən, həm onun tərbiyəsi ilə. Pişiklərdə elə şey yoxdur amma yox. Yox. Pişik belə buraxırsan bax. Pişiklər mənim. Alışır yavaş-yavaş. Mən pişik sevirəm, yəni pişiyim olub da hətta, amma it bambaşqa, yəni İtim olsun çox istəmişəm hətta. Bir dənə prosta mənim üçün şey önəmlidir. Hani itə şərait yaratmaq istəyirəm. Pişik hər yerdə yaşaya bilir. İti məsələn evin içində olmur da. Gərək həyət evin olsun ki, o it belə tullansın. Mən çox heyfim, yazım gəlir də o itə ki evdə. Amma mən həmişə çox sevirəm də o itlə pişiyin belə dost olaraq Nestan, bir evdə nestan. yaşadıqları. Həmişə elə bir xəyalım olub. O pişik o tıqlı boyunla o yekə itə borculanır belə. Ay yol. Bəsti, bəsti, bəsti sən Allah.